Ağdam rayonu ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Bununla bağlı əldə etdiyimiz ilkin məlumatı təqdim edirik. İlkin məlumata görə qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhillə, bəzi məlumatlara görə isə Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə Kia və Vaz 2106 markalı mini avtomobillər toqquşub. Bəzi məlumatlara görə isə Hyundai və Vaz 2106 markalı mini avtomobillərə toqquşub. İlkin məlumata görə qəza nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib, amma 3 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları, eləcə də Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Dediyim kimi, hələlik bu ilkin məlumatdır. Məlumat yenilənəcək. Eyni zamanda da hələlik, yəni həyatını itirənlərin və ya yaralıların şəxsiyyəti bəlli deyil. Bununla bağlı yeni məlumat əldə etdikcə təqdim olunacaq.